Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Bildiyiniz üzrə İran prezidenti Məsud Pezeşkiyan aprel ayının 3-cü 10 günlüyünün sonları Azərbaycana rəsmi səfər edəcək və yayılan məlumatlara əsasən böyük tərkibli bir səfər olacaq və mən deyə bilərəm ki, son illərin İran prezidentinin Azərbaycana rəsmi səfərlərinin ən böyüyü məhz baş tutacaq səfəri hesab etmək olar. Əslində ictimaiyyəti düşündürən əsas suallardan biri Pezeşkiyan Azərbaycana hansı təkliflərlə gələcək və Azərbaycan-İran münasibətlərində Pezeşkiyanın səfəri deməli hansı nəticələri verə bilər, daha doğrusu hansı mövzular əsas müzakirə obyektinə çevriləcək. Əziz izləyicilər, mən hesab edirəm ki, bu səfərdən əsas deməli müzakirə obyekti ticari və gömrük məsələləri olacaq. Biz ümumilikdə Azərbaycan-İran münasibətlərinin müasir və indiki vəziyyətini təhlil edəndə İran-Azərbaycan arasında müzakirə oluna biləcək bir neçə, deməli ümumi müzakirə oluna biləcək məsələləri bir neçə kateqoriyaya bölə bilərik. Birincisi, deməli İran-Azərbaycan arasında hərbi və siyasi müttəfiqlik məsələsi ola bilər, müzakirə deməli mövzularından biri və bunu mən istisna edirəm. Çünki biz İran-Azərbaycan arasında hərbi və siyasi müttəfiqliyin hələ mümkünlüyünü görmürük. Burada İsrail faktoru var, burada Amerika faktoru var və xüsusən Türkiyə faktoru var. Və Amerika-Türkiyə faktoru İran-Azərbaycan münasibətlərinin yaxınlaşmasında İsrail-Azərbaycan faktorunun daha zəif görünürlər. Amma İsrailin ümumilikdə İrana qarşı olan münasibəti, İsrail rejiminin İrana qarşı olan münasibəti və Azərbaycan hakimiyyətinə İsrail rejiminin təsirləri və İsrail-Azərbaycan münasibətləri İran-Azərbaycan hərbi-siyasi müttəfiqliyinə mane olan ən ciddi amillərdən hesab olunur. Ona görə İran-Azərbaycan arasında hələ indiki vəziyyətdə hərbi-siyasi müttəfiqliyin müzakirəsi, o sahədə hər hansı bir razılaşma və müqavilələrin imzalanması və sair məsələlər nəzərə çarpmır və bu çox uzaq görünür. İkinci mövzu, bugün çox ciddi müzakirələrə səbəb olan mövzulardan biri də deməli Zəngəzur dəhlizi ilə bağlıdır, Zəngəzur məsələsidir. Hesab edirəm ki, bu barədə də hər hansı bir müzakirə ötəri ola bilsin, ötəri müzakirələr ola bilər, amma hər hansı bir ciddi müzakirə və hər hansı bir razılığın baş verəcəyi gözlənilmir. Çünki bu məsələdə İran öz konkret mövqeyini qoyub və Azərbaycan da bu məsələdə hələ ki deməli ortaya qoyduğu mövqeyi sərgiləyib. Bunlar da ciddi, deməli həm İran üçün, daha doğrusu İran üçün bunlar ciddi, yəni bu məsələ ciddi məsələ olduğu üçün mən Pezeşkiyanın deməli səfərində Zəngəzur məsələsi ilə bağlı hər hansı bir razılıq və yaxud da hər hansı bir ciddi müzakirələrin olacağını təxmin etmirəm. Üçüncü, bu təsnifatda üçüncü hissəni baxanda burada ticari və üzr istəyirəm, ticari və gömrük mövzularının müzakirəsi və o sahədə hər hansı bir müqavilələrin imzalanması, razılıqların əldə olunması daha çox nəzərə çarpır. Bu həm də onu göstərir ki, Pezeşkiyan, Məsud Pezeşkiyan Azərbaycana sahibkarlarla, çox saylı sahibkarlarla gəlir və onun rəhbərlik etdiyi deməli heyətin böyük əksəriyyəti demək olar ki, sahibkarlardırlar.
Və eyni zamanda bir məsələni də mən diqqətinizə çatdırım ki, İran-Azərbaycan arasında ümumi 2024-cü il üçün ümumi deməli ticari dövriyyəsi təqribən 650 milyon dollar civarında hesablanır. Bu da çox deməli iki böyük deməli İran kimi ölkənin qonşu ölkənin Azərbaycanla ticari dövriyyəsinin 650 milyon dollar olması çox kiçik bir rəqəmdir. Mən düşünürəm ki, bu səfərdə ən çox hesablanacaq, deməli müzakirə olunacaq məsələlər və verilən qərarlar, müzakirələr, daha doğrusu müqavilələrin imzalanması məhz İran-Azərbaycan arasında ticari və gömrük məsələləri ilə bağlı olacaq və burada da əsas məqsəd hesab edirəm ki, növbəti illərdə iki ölkə arasında deməli ticarət dövriyyəsinin həcmini qaldırmaq əsas hədəf kimi götürüləcək.